Salam, hörmətli abituriyentlər. Dimin 20 aprel 9-lar üçün olan buraxılış qayda suallarını izah etmək istəyirəm. Zəhmət olmasa bəyənib paylaşın, daha çox şagird, abituriyent faydalansın. Birinci sual feil bölməsindəndir. İdi və isə hissəciyi hansı feillərə artırılıb deyir. Biz bilirik, idi isə hissəciyi kökə yaxud başlanğıc formaya artırılmır, qrammatik şəkil üzərinə artırılır. Kök yaxud başlanğıc formaya d-sə artırılsa, d şuidi keçmiş zamanda sada feili şərt şəkildir. Aparmış idi, burada qrammatikin üzərinə artırılıb, buna görə ididir. Alıbsa, burada da ı-bın üzərinə artırılıb, buna görə isədir. Gətirdim, gətirmədim, burada başlanğıc formaya artırılıb, buna görə d şuidi keçmiş zamandır. Gətirsək, gətirməsək, sasə eksik qrammatiki mame inkarda işlədib tapırıq. Gətirsək, gətirməsək, burada yenə kökə artırılıb sasən, görə şərt şəkildir. Alsan, almasan, kökə artırılıb şərt şəklidir. Çıxdı, kökə artırılıb, şöyle keçmiş zaman. Cavab A variantı. 28-ci sual fonetika sualıdır. Birinci sırada yazılışı və deyilişi fərqlənməyən söz seçməliyik. Vərəq, milli sözlər, alınma sözlərdə çox hecalı sözlər q kimi olur. Vərəq, xəttat, xəttat olur. 2 bənd getdi. Burada isə yazılışı deyilişi fərqlənən söz seçməliyik. Maqnit söz ortasında qdan sonra cingiltilə gələndə fərqlənmir, q qalır. Amma kar gəlsəydi fərqlənərdi, təksir məsələn. Buna görə A variantı da getdi. Mətbəəni sətirdən sətrə keçirtmək olur. Ona görə B variantı da getdi. Cavab burada E variantıdır. Bütün şərtlərə uyğun gəlir. Əlavə 29-cu sualda deyir, əlavə söz birləşməsi ilə ifadə olunub. Topladığı məhsulu, kartofu, soğanı. Kartof, soğan söz birləşməsi deyil. Ona görə getdi bu. Bura qəbələyə, qəbələ nitq hissəsidir. İrəlidə, sahildə nitq hissəsidir. Əsməri rəfiqəsini nitq hissəsidir. Amma şair bu obrazı əsərin baş qəhrəmanı. Əsərin baş qəhrəmanı burada əlavədir və söz birləşməsi ilə ifadə olunub. Cavab E variantı. Frazeoloji birləşməni istəyir. Üz vermək, üzünə xoş baxmaq deməkdir. Dabanına tüpürmək də qaçmaq deməkdir. Hər ikisi frazeoloji birləşməlidir. Ona görə cavab A variantı. 31-ci sualdayıq. Fərqləndirilmiş sözlər arasında uyğunluğu istəyir. Məsuliyyətli bir şagird. Əgər sifətlə ismin arasında biri görsəz, həmişə ədat götürün. Amma bunu belə desəydi, bir məsuliyyətli şagird. Onda say götürə bilərdiniz. Bir dəstə qızıl. İkincidə isə bir nədir? Saydı. İndi uyğunluğu istəyir. 31-də cavab B variantıdır. B variantından birbaşa izah eləyək. Deməli, məsuliyyətli bir şagird 1-ə B-dədir. Cümlədən çıxarlıqda məna dəyişikliyi baş verməz. Ədatları cümlədən çıxarsaq mənası dəyişməz. Ona görə 1-ə B uyğundur. Yalnız qrammatik mənası var. Bəli, ədatın yalnız qrammatik, məsələn, yalnız qrammatik mənası var. 2 isə saydır, əşyanın miqdarını bildirir. Bəli, 1 müəyyən miqdar sayı olsun, miqdarını bildirir. Bir də leksik mənası var, ona görə cavab B variantı. Cümlə cümləsində əlaqə yaradır, bu isə bağlayıcıdır, heç birinə aid deyil. 1 cavab B variantı. Balaca yaman dəcəldir, kim? Balaca. Balaca kim sualına cavab versə də sifətdir, isimləşib. Sifət isimləşəndə yenə sifət sayılır, sifət olaraq qalır. Bu testin ən çətin suallarından biri də 33. Durğu işarələri ilə bağlıdır. Həmcins üzvlər işlənib. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi təkcə ədatdır, ona görə vergül olmaz burada özünə. Astronomiyanın deyil xəbərdir. Xəbər gəlibsə, ya nöqtə, ya vergül qoymalıyıq. Burada vergül qoyacağıq, çünki ardı var. Bütün təbiət elmlərinin əsas problemidir. Deməli, yaranması, quruluşu və deyil. 3 dənə vergül var. Cavab D variantıdır, 33-də. Hansı sadə cümlədir? 4 dənəsi mürəkkəb cümlədir, biri isə sadə cümlədir. Mürəkkəb cümlənin 2 qrammatik əsası olur. Güclənir, nə külək, yağırdı, nə yağış. Demək, 2 qrammatik əsası var, 2 mübtədə 2 xəbər getdi bu. Günlar həyatı süpürdü, samavara ot saldı. Ot salan da günlardı, süpürən də günlardı. Burada 2 qrammatik əsas yoxdur. İkisini də eləyən günlar olduğu üçün bu sadə cümlədir. Həmcins xəbərli sadə cümlə. Cavab B variantı. Mən soruşdum, o cavab vermədi. Demək, 2 qrammatik əsas var. Ətrafa baxdım, mən baxdım, görünmürdü kim, heç kəs. Biri heç kəsdir, biri məndir. 2 qrammatik əsas var. Külək güclənir, gəmilər yırğalanırdı. Biri gəmilərdir, biri isə küləkdir. Demək, 2 qrammatik əsas var. 4 dənəsi tabesiz mürəkkəb cümlədir, biri isə sadə cümlədir. Cavab B variantı. Cavab B. Feildən əmələ gəlmiş sifəti istəyir. Zarafatcıl isimdən əmələ gəlib. Lali ismi artırılır. Ona görə gül ismindən, feilindən yox, ismindən yaranır.
adları artırılır. Ona görə sıx sifətdir burada. Qırğın isə isimdir. Ona görə cavab E variantıdır. Sürüşmək feildir. Kənqan isə feilləri artırılır. Feildən düzələn sifət E variantıdır. 36-cı sual uyğunluq sualıdır. İsmi birləşməni istəyir. Böyük bina, bir də göy üzü. A ilə B ismi birləşmədir. Sahilə çıxmaq isə feili birləşmədir. 1-ə A, B, 2-yə D. 36-cı sual isə A variantı.